Azərbaycanda iyunun 7-sində havanın arabir yağışlı olacağı, bəzi yerlərdə leysan yağacağı gözlənilir. Yeni Sabah məlumat verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti xəbər paylaşıb. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-sından 7-sinə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz ediləcək. Havanın temperaturu gecə 18-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 40-45% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Digər və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20 dərəcə isti, gündüz 26-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 5-20 dərəcə isti olacaq.